Biraz daha baxım, sonra yatarım. Biraz deyə yuxumuzu səssizcə oğurlayırıq. Ümumiyyətlə, aparılmış elmi araşdırmalar bunu göstərir ki, yatmamışdan öncə telefona baxan insanların yuxu rejimi baxmayanlara görə daha problemli olur. Belə ki, biz telefona baxdığımız zaman telefondan mavi işıq yayılır. Mavi işıq isə beyinə bu siqnalı göndərir. Hələ gündüzdür. Və nəticə olaraq bizim üçün qaranlıqda sintezlənən melatonin hormonu pozulmuş olur. Melatonin hormonu pozulduğuna görə, sintezi pozulduğuna görə bizdə artıq yuxuya keçməkdə problem yaranır, yuxu dərinliyi pozulur və nəticə olaraq yuxusuz oluruq. Səhər oyandığımızda sanırıq ki, biz gecəni yatmışıq. Xeyr, bədən yatsa da beyin özün oyaq qəbul edir. Çünki hələ melatonin sintezi tam istədiyimiz kimi sintezlənməyibdir. Və artıq nəticə olaraq baxdığımızda isə yuxu rejimi yerində olmayan insanın sağlamlığından söz gedə bilməz. Uzun müddət təsiri də artıq xroniki yorğunluq sindromu, ürək qan damar sistemi xəstəlikləri, ağciyər sistemi xəstəlikləri və bir çox problemlər ortaya çıxır. Ona görə də yatmamışdan ən az 1 saat öncə telefondan uzaq durun.